Avrupa'nın resmi medyası yayımlayıbdı. İlham Əliyevin Türkiyədəki 10 milyonlarla qiymətinə olan lüks yaxtası ya qıraqdan vurulub, ya ateşe verilib. Yaxtanın içində İlham Əliyevin ailə üzvlərindən kimlər olub? Olub bu, olmayıb bu. Bu hələ sual işarəsi altındadır. Yanğını söndürmə əməliyyatları gedir. Bilirsiniz ki, İlham Əliyev İranın qorxusundan ailə üzvləri Türkiyə, Avropa və Amerika ölkələrinə səfərləniblər. Değerli vətənlərim, değerli soydaşlarım, budur size təqdim edirəm mən videonu. İlham Əliyevin lüks yaxtası Türkiye'de niye yandırıldı? Acaba aile üzvlerinden içinde oldu mu? Bu İlham Əliyev'e ne mesajıydı? Ben size demiştim ki ayın 5'i 10 arası böyle bir toplantıda İlham Əliyev'in hakimiyetten geçme kararı verilecek. Soruşturmacı May ayının 7'sinde. Düzdür, bunu qabağa çəkmək veya ileri çəkmək deyilər. Ve ben bəyəkları çok güclü, en büyük qüvvələrlə danıştım efir qabağı. Trump konkret deyib ki, İsrail ve Amerika konkret deyib ki, ya savaşa girəcəksən, savaşa girmeye hə diyeceksen ya da hakimiyeti təhvil ver. Bundan qabaq bilirsiniz ki, hem Yona'nın kasetleri yayınlandı Mehman Hüseynov tarafından, sonra Nakçıvan Zat vurulan nefes ondan qabaq videolar yayınlanmadı. Necə Epstein'in videolar dayandırılmışsa Trump için, eləcə də İlham Əliyev'e karşı olunan videolar yayınlanmadı. Bu ne demekti? Türkiye'den İlham Əliyev'in redd olması demekti. Birisi Türkiye Azerbaycan arasında karşı durmalar çok büyük, üst düzey seviyesine çıkıptı. Erdoğan ailesine kadar, Harald Albayrak'a kadar. Dehşetli bir vəziyyət yarandı. İlham Əliyev'in de 10 milyarlarla Türkiye'de yatırımı var. Değerli vətənlərim, değerli soydaşlarım, vəziyyət kifayət qədər ciddidir. İlham Əliyev ölümün qanımın astanasında da aldığım xəbərlərə görə İlham Əliyev və onun ailəsi Bakıda gəzə bilmir, ümumiyyətcə Bakıya gələ bilmir, ümumiyyətcə ölkəyə gələ bilmirlər. Qarabağdakı tədbir, birbaşa polis rəisinin müavinlə danışmışam. 3 gündür mən orada oldum, tədbir olmadı. Bu haçanın tədbiridir. Çox güman ki 7 gün bundan qabaq əvvəlki çərşənbədə keçirilən tədbiri ilaxır çərşənbə kimi bizə qaqalayıb yürütmək istəyirlər. Değerli vətənlərim, değerli soydaşlarım, İran, İsrail olsun, Amerika olsun, her tərəfdən İlham Əliyev iki tərəfli oynuyordu. İndi her tərəfdən İlham Əliyev ölümlə qalımın astanasındadır. Allah be, halkımızın duaları artık Çin olmak üzeredir. Bakın İlham Əliyev'in yaxtası yanır Türkiye'de, yandırırlar. Bu bir mesajdı İlham Əliyev'e. Bu İlham Əliyev'e mesajdı. Tarih boyu böyle bir şeyler görmemiştiniz. Ben size demiştim il bizim ildi. Ben size demiştim 10 günden 40 günden bir sevindireceğim sizi. Ben size demiştim ki bu yakın vaxtlarda qələbə sevincini dadacağıq. Əsl qələbə İlham Əliyev üzərində qələbədir. İlham Əliyev'in məhv olmasıdır. Buyurun bakın. Türkiye'de İlham Əliyev'in lüks yaxtasını yandırdılar. Acaba aile üzvləri içindədir mi? Acaba içinde değilse belə İlham'a ne mesaj verdiler? Her yerde görürük seni, bilirik seni. Ya savaşa girməlisən, ya məhv edəcəyik. Bu mesajımı verirler. Yoksa Türkiye'den bunun kulağını çəkirlər. Nədir, nə deyil? Az sonra. Bakın, bakın. Bakın dostlar, bakın. Değerli vətənlərim, bakın. Bakın dostlar. Oo, yoksa sildiler mi? Silmezler, silmezler, silmezler. Silebilmezler. Ala. Vay 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 vay. Silebilmezler bunu. Ala. İlham'ın lüks yahtası. Ala. Ala. Bakın yazıya. Almanya'nın resmi səhifəsi. Qəzetçi Azadlıq Amerika'nın ve Almanya'nın. Ala. Ala. İlham'ın lüks yahtası yanır. Of be. Hayatımızı yandırdım. Baba oradan salamat adam çıkar mı? Oradan salamat adam çıkar mı? Allah eylesin bir tayfanın bir sesi orada yanmış olsun. Allah be. O da bak. O da bak akşamdan yandırırlar ha. Dünən akşam yandırırlar. Ben elə dedim indi yandırma görsək. Ben hiç videoya, görürsünüz ben hiç videoya tam şekilde bakmamıştım. Dünən akşam səhər saatlarında, daha doğrusu bu günü, yani bu gün ayın geçəsidir. 21'inde bugün bayramını qara gətiriblər. Səhər saat 5'te. Çox güman ki 5'te yandırırlar da. Bu günün saati yazılıb bura. Deməli, oxuyuram. Amerikanın səsi, Azadlıq qəzeti, qəzetçi hamısı paylaşıb. Buyurun bakın. İlham Əliyev'in Bodrum'daki 10 milyonlarla qiymətinə olan lüks yaxtası yandırıldı. Türkiye'nin Muğla vilayetinin Bodrum rayonundaki Yalıkavak marinasındaki lövbər salan 8 motorlu, hiç döyüş gəmisində 8 motor yok diye. Hiç o Abraham Lincoln gəmisində de 8 motor var. İlham'ın yaxtasında da 8 motor var. Ay, senin motorlarına tullanayım ha. Buna mı? Deməli, Telegraf xəbər verir ki, yaxtada naməlum səbəblərdən başlayan bir anda sürətli yanğın qayıqlara, ətraf qayıqlara da keçirdi. Güclü külək yanğını digər yaxtalara da keçməsinə səbəb olurdu. Yanan yaxtaların Sokar Trading'in işçisi ve geçmiş prezidenti Anar Əlizade'ye məxsus olduğu bilinir. Sahil muhafizə tərəfindən yanğın söndürülübdü. Yanğının söndürülməsinə 8 su tankeri ve təxminən 30 yanğın söndürən cəlb edilibdi. Değerli vətənlərim, məlum olub ki, İlham Əliyev'in en lüks yaxtası yanıbdı ve onun etrafında İlham tək çıxmır, arvadını yoxlarından çıxır. İlham tək çıxmır, arvadını yoxlarından çıxır.
İlham Əliyevin çıxanda dənizə açılanda Anar Ələkbərov adının Leylası, o birisi, bu birisi. İlhamın yaxtasından əlavə bir neçə, bildiyim qədərindən 5 yaxta da yanıb. Anar Ələkbərov daxil 5 yaxta da yanıbdı. Anar Əlizadə də Ələkbərovdur. Vəssalam, 10-cu da yanıb. Dəyərli həmvətənlərim, of be! Səhər saatlarında yanıbdı. Mən bugün Anar Ələkbərovun 5 dənə yaxtası yanıb məlumatını aldım günorta saatlarında. İlham Əliyevin yaxtasının yanmağı gizlədilirdi və Amerika və Avropa, Almanya mediasının birbaşa bizim dəyərli Əfqan bəydən belə, qəzetçidən belə hamısı yaydı və məlum oldu ki, əsasən hədəf İlham Əliyevin yaxtası olubdu. İlham Əliyevin yaxtası o qədər güclü partlayıb ki, o qədər güclü yanıb ki, ətraf qayıqlar var ha, İlhamın o naziri adı, bizə də İlhamın yaxtasıdır. Bu anda kimdir Yeznənin yaxtasıdır. Bu anda kimin Adananın yaxtasıdır. O yanda kimdir Səmədin yaxtasıdır. Hadi hamısı yandı. Of be! Ay, qoy bir su içim. Anan mələr qalsın. Ananın, dədənin coru çatlasın İlham Əliyev. Anamızın, dədəmizi mələr qoydu. Oh be, arzularımız çin olur. Arzularımız çin olur. Ürəklərimizə sevinç gəlir, sevinç. Bəh. İlham və Mehriban Əliyevanı oteli havaya uçdu. Yaxtası yanar qaldı. Bəh. Ay, qardaş, burada rəsmi, bu elə bir adam deyil, bizim hörmətli adamlar paylaşıbdı. Deməli, deyilənə görə otel də yanır. Ay, gör neçə yaxta yanır ya. Ay, hamısı yanıb yaxtalar. Otel də deyir yanıb, tez keçiriblər deyəsən. Buna bax, ala. Ah be. O yaxtaların içində Mehriban kimlərə verməyibmiş. Allah. O yaxtaların içində bunlar qatırmış, qatızdırırmış, bir-birinə geyindirirmiş. Allah. Nə gözəl, aləm nə gözəl. Bodrum nə gözəl. Ay, belə şeylər deyilən sevinim dana mən. Belə xəbərlər tez gəlsin, çox biraz